Əziz Dolça bürcü, bugün ulduzlar sizə ilk baxışdan çətin görünən hadisələrin əslində müvəqqəti olduğunu xatırladır. Günün əvvəlində bəzi anlaşılmazlıqlar və emosional gərginliklər yaşansa da narahat olmağa ehtiyac yoxdur. Səbirli və təmkinli davransanız, günün ikinci yarısından etibarən vəziyyət tamamilə dəyişəcək. Gözlənilməz xoş xəbərlər, maraqlı görüşlər və müsbət hadisələr əhvalınızı yüksəldəcək. Günün hansı saatlarında diqqətli olmalı, hansı imkanları isə qaçırmamalı olduğunuzu öyrənmək üçün videonu sonadək izləməyi unutmayın. İndi isə keçək Dolça bürcünün ətraflı günlük proqnozuna. Bu günün ilk yarısı sizin üçün bir qədər qarışıq və yorucu keçə bilər. Səhər saatlarından etibarən iş rejiminə köklənmək və diqqətinizi əsas məqsədlərinizə yönəltmək düşündüyünüz qədər asan olmayacaq. Fikirləriniz tez-tez yayınacaq, planlaşdırdığınız işləri ardıcıl şəkildə yerinə yetirməkdə çətinlik çəkə bilərsiniz. Ulduzlar göstərir ki, bu vəziyyət müvəqqətidir və günün ümumi mənzərəsini müəyyən etməyəcək. Əsas məsələ ruhdan düşməmək və ilk çətinliklərə görə planlarınızdan imtina etməməkdir. İş həyatında kiçik anlaşılmazlıqlar və fikir ayrılıqları yaşana bilər. Həmkarlarınızla ünsiyyət zamanı bəzi məsələlərə fərqli baxış bucağından yanaşmağınız mübahisələrə səbəb ola bilər. Lakin bu fikir ayrılıqları ciddi problem yaratmayacaq. Əgər emosiyalarınızı nəzarətdə saxlasanız və qarşı tərəfi diqqətlə dinləsəniz, bütün anlaşılmazlıqlar qısa zamanda aradan qalxacaq. Bugün haqlı olduğunuzu sübut etməyə çalışmaqdan daha çox qarşılıqlı anlaşmanı qorumaq vacibdir. Yaxınlarınızla münasibətlərdə də müəyyən gərginlik hiss oluna bilər. Ailə üzvləri və ya sevdiyiniz insanla bəzi məsələlərdə ortaq fikrə gəlmək çətin ola bilər. Hər kəsin öz baxışı və gözləntiləri olduğu üçün xırda fikir ayrılıqları yaranacaq. Ulduzlar sizə məsləhət görür ki, bu cür vəziyyətlərdə sərt sözlərdən və emosional reaksiyalardan uzaq durasınız. Bir qədər səbir və anlayış göstərsəniz, münasibətlərdə yaranan bütün gərginliklər çox tez aradan qalxacaq. Ailəli Dolça bürcü nümayəndələri gün ərzində ev və məişətlə bağlı bəzi məsələlərlə məşğul olmalı olacaqlar. Gözlənilməz problemlər və ya yaxınlarınızın sizdən gözləntiləri planlarınızı dəyişə bilər. Bu vəziyyət ilk anda sizi qıcıqlandırsa da, hadisələrə sakit yanaşmaq daha doğru olacaq. Çünki günün sonunda bütün bu məsələlərin düşündüyünüz qədər ciddi olmadığını görəcəksiniz. Düzgün planlaşdırma və ailə üzvlərinin dəstəyi sayəsində hər şey öz həllini tapacaq. Bugün emosiyalarınızı idarə etmək xüsusi əhəmiyyət daşıyır. Bəzən hadisələrə həddindən artıq həssas yanaşa və xırda problemləri olduğundan böyük görə bilərsiniz. Lakin ulduzlar xəbərdarlıq edir ki, mənfi düşüncələrə qapılmaq əvəzinə vəziyyətə daha geniş prizmadan baxmağa çalışın. Özünüzü sakit saxlaya bilsəniz, həm düzgün qərarlar qəbul edəcək, həm də ətrafınızdakı insanlarla münasibətlərinizi qoruyacaqsınız. Sevindirici hal odur ki, gün irəlilədikcə hər şey tədricən qaydasına düşəcək. Günün ikinci yarısında əvvəllər sizi narahat edən bəzi problemlərin heç bir müdaxilə olmadan öz-özünə həll olunduğunu görəcəksiniz. Bu, sizə həm rahatlıq hissi verəcək, həm də gələcəyə daha nikbin baxmağa kömək edəcək. Günün əvvəlində yaşadığınız narahatlıqların əslində müvəqqəti olduğunu anlayacaq və özünüzü daha inamlı hiss edəcəksiniz. İş və maliyyə sahəsində də ikinci yarı daha uğurlu görünür. Yeni ideyalar ortaya çıxa, əvvəllər dayanan işlər yenidən hərəkətə keçə bilər. Əgər mühüm söhbət və ya qərar qəbul etməli olsanız, bunu günün ikinci yarısına saxlamağınız daha məqsədə uyğundur. Bu saatlarda düşüncələriniz daha aydın olacaq və hadisələri daha düzgün qiymətləndirə biləcəksiniz. Qarşınıza çıxan yeni imkanları diqqətlə dəyərləndirmək gələcək uğurlarınıza müsbət təsir göstərəcək. Şəxsi münasibətlərdə isə sizi xoş sürprizlər gözləyir. Sevdiyiniz insanın diqqəti, dostlarınızın dəstəyi və ya gözlənilməz bir xəbər əhvalınızı xeyli yüksəldə bilər. Subay Dolçalar üçün maraqlı tanışlıq ehtimalı da yüksəkdir. Günün ikinci yarısında baş verəcək bir görüş gələcəkdə daha yaxın münasibətin başlanğıcı ola bilər. Münasibətdə olan Dolçalar isə qarşılıqlı anlayış və səmimi söhbətlər sayəsində münasibətlərini daha da möhkəmləndirəcəklər. Axşam saatları sosial həyat üçün olduqca əlverişlidir. Dostlarla görüşmək, ailənizlə birlikdə vaxt keçirmək, maraqlı tədbirdə iştirak etmək və ya sadəcə açıq havada gəzmək sizə böyük zövq verəcək. Gün ərzində yığılan gərginlik və yorğunluq tamamilə aradan qalxacaq. Yeni mühit və pozitiv insanlar sizə əlavə enerji bəxş edəcək. Bu görüşlər zamanı gələcək planlarınıza faydalı olacaq maraqlı söhbətlər və yeni tanışlıqlar da mümkündür.
Ümumilikdə bu gün Dolça bürcü üçün ilk yarısı sınaqlı, ikinci yarısı isə sevindirici hadisələrlə dolu bir gündür. Əgər emosiyalarınızı idarə etməyi, insanlarla münasibətlərdə anlayış göstərməyi və dəyişən şəraitə uyğunlaşmağı bacarsanız, günün sonunda həm iş həyatınızda, həm də şəxsi münasibətlərinizdə müsbət nəticələr əldə edəcəksiniz. Ulduzlar sizə ilk çətinliklər qarşısında ruhdan düşməməyi, hər hadisəyə səbir və sağlam düşüncə ilə yanaşmağı tövsiyə edir. Günün sonunda sizi gözləyən xoş sürprizlər bütün yorğunluğunuzu unutduracaq və gələcəyə daha böyük ümidlə baxmağınıza səbəb olacaq.